Salam, biz Rayla gedirik Şarm Əl-Şeyxə istirahət etməyə və bizim ad günümüz olacaq. Orada ad günümüzü qeyd etməyə gedirik. Burada hava limanındayıq və Rayla ilk uzaq bir səfərimizdir. Burada Ray təyyarədədir, həmişə kimi yeyir və ilk uçuşudur deyə çox həyəcanlıdır. Bura isə bizim 5 ulduzlu deyilən otelimizdir. 5 ulduzlu, mən buna sadəcə 3 ulduz verərdim. Çöldən çox böyük olsa da, yaxşı olsa da, amma otaqlarını heç sevmədim, təmizliyi xoşuma gəlmədi. Burada isə mən 7 gün ancaq tərəvəz yemişəm, başqa heç bir şey. Burada isə bizim ilk gəzintimizdir, yaxta turudur. Bura isə buranın Maldividir. Maldivi deyilir, çox gözəldir, suyu çox təmizdir gördüyünüz kimi və buradan təbii skrab çıxır. Burada isə Raul divingə girib, mən də girəcəkdim, amma çox qorxdum, çünki mən üzməyi bacarmıram onun üçün. Raulun 11 yaşı olmağına baxmayaraq qorxmadı. Burada isə Şarm Əl-Şeyxi Eqiptdə gəzirik və burada bizi diskotekaya aparıblar. Çox maraqlı idi. Hamısı gənclər idi, xaricilər idi, Azərbaycanlılar demək olar ki, yox idi, yalnız biz idi. Burada isə safari turuna çıxmışıq. Safari turunda dəvə gəzintisi belə və paraşutla gəzintilər var idi. Mən paraşutla və Raildə paraşutla ilk dəfə uçduğumuz üçün bizim üçün çox maraqlı idi. Çox adrenalin idi, çox sevdik. Burada isə mənim ad günümdür, martın 12-si. Oteldən mənə hədiyyə olaraq tort göndərmişdilər. Mən də orada happy birthday elədim və burada dostlarım məni Farşaya dəvət etmişdilər. Farşa çox qəşəng restorandır. Məncə Şarm Əl-Şeyxə getdikdə ora getməyə dəyər. Və burada dedim gözümüzün biraz pası tökülsün.